Demek her vaxtınız xeyir olsun, değerli izleyiciler. Nihayet bu mərhələni yekunlaşdırdıq. 2026-cı il buraxılış imtahanları. Bu buraxılış imtahanları 11-ci siniflərin taleyini həll edir əlbəttə ki. Bu taley yüklü bir məsələdir. Bu taleyi həll edicidir. Mənə elə gəlir ki, bu suallar bir-birinə kifayət qədər yaxındır. Ötən dəfədəki suallar içərisində düzdür, xarici ədəbiyyatdan suallar var idi. Bu dəfədəki suallar içərisində də nisbətən ara yaxın suallar var. Yine biz nələrdənsə istifadə etməyə vərdişkar olmuşuq sanki. Başlayaq sualların izahına. Birinci sualda vuruqlarını ayıracağım. 5a mötərizə kvadratı çıxaq 4-ün kvadrat kimi yazıram. Aşağıda 5a çıxaq üstə yerək 4-dür məxrəc. Bunda vuruqlarını ayıranda birbaşa yazmağa çalışacağım. Yəni çox da xırdalıqlarına getmək istəmirəm açığı. Sonra 62-ci sual. Funksiyanın x-in yerinə 3 yazılmalıdır. X-in yerinə 3 yazanda f3 bərabərdir 2 vuraq 3 üstə yerə 3. 3'ün kvadratı plus 2. 6 plus 3 9 burada eləyir. Burada da 9 plus 2 11 eləyir. 11'də 9 doğru yazan tələbəmiz. Trapeziyanın sahəsi S bərabərdir. Oturacaqlar cəminin yarısı bölək 2 vuraq h düsturudur. 2 plus 4 bölək 2 vuraq 12'dir. O deliyir 36. Sonra A çıxaq B'ni soruşur. Adam B'ni çıxanda B'də nə var? 2 var. Attım 7. 3 var. Yerdə 4. 4'ü atacağım. Bir də 6'nı atacağım. Nə qalacaq? 1 qalır. 3 qalır. Bir də 5 qalır. Belə. Biraz yeri sürüşkən deyib yox. Deməli 63. Gəldik növbəti suallara. 65'e baxalım. Çoxadlı vuruqlarını ayırmaqdır. Bu da mesela mənə gəlir metodik olaraq yanlışlıq var. Çünki bir dənə sual çoxadlı vuruqları ayırmağa aid salınıbsa ikincisini eyni şeyi ora salmağa mənası yoxdur. 12 anı çıxartanda A çıxaq 2 qalır. Deməli doğru cavab budur. Permütasiya Pn-dən K-ya bərabərdir. N faktorial bölək N çıxaq K-nı faktorialdır düsturla. 4'dən 4 mənə 4 faktorial verəcək. Plus 3'dən 3'də 3 faktorial verir. 4 faktorialı mənə 24 eləyir. 3 faktorialı 6 eləyir. Toplayanda 30 eləyir. Yaxşıdır. İşarələrini müəyyən elədik. Tank saydım mesela. Deməli 271 kosinusun 4-cü rübətsür. 4-cü rübdə kosinus müsbətdir. Amma burada 187 bu rübün bucağıdır. Amma mənfi 187 bir mənfi də oradan gələcək. Deməli bu mənfi tangens 187. 187'də müsbət amma qabağında mənfisi var. Deməli bu da mənfi ifadədir. O demək ki B sıfırdan kiçikdir. Daha doğrusu B sıfırdan kiçikdir və o da kiçikdir. A da müsbətdir. Deməli A böyükdür sıfırdan, B isə kiçik sıfırdan. Şərti doğrudur. Tamam mı? Bu da belə. Cavab doğru cavab deməli A variantına düşür də. Bəli. 68. Bu ifadənin qiymətini 16'nın üstündə əsaslar eyni üstlər toplanacaq. Üstlər toplananda eləyir 0,5. Bu da 0,5 o demək ki 4'ün üstündə kvadrat yazıram 0,5 cavab da 4 eləyəcək. Tamam. Düzbucaqlı diagonallarının sayı düzbucaqlı belə bir figurdur. Bunun diagonalları 1 diagonal, bu da 2 diagonal. Yəni bunu başqa mənası yoxdur yazmam. Tamam, burada mən bir şeyler yazmışam bura.
BA-nın alçoxluğudur. Bax, bu BA-nın alçoxluğudursa, belə bir şəkil çəkdim. NA 9 dənədir, MB 4 dənədir. Deməli, burada 4 dənədirsə, burada 40-da 5 element qalır da, 9 olması üçün bunun. İndi deyir ki, açıqlığın təsadüfi seçilmiş 2 elementin 9 bərabər 4 plus 5'dir. Buradan 2 element seçirəm. Bu 2 elementin deyir A minus B. A minus B də buradadır. Axı 5'ə düşmə ihtimalını soruşur. Bax, belə. Onda hadisənin ehtimalı bərabərdir. Kamuzun 5'dən 2 bölək kamuzun 9'dan 2. Burada 4'dən 0 da yazmalıydım. Kamuzun 4'dən 0 o buranda olsa 1 eləyir. Onu görə yazmıram. Hesablamadan sonra cavab alınan. Belə cavab alınır. Növbəti sual. Deyir ki, 4-cü rübdə bir nöqtə götürmüş. Yan nöqtəsi. Apsis oxuna qədər bunun məsafəsi 4'dür. Burada 4'dürsə, bu demək ki, buradakı koordinat mənfi 4'dür. Çünki 4-cü rübdə y mənfidir. Ordinat oxuna qədər məsafə, buradan burada qədər məsafə də 6. Deməli, bunun bu x-də bu kəsdiyi nöqtədə burada 6 imiş. İndi deyir, A-nın koordinatını yaz. A-nın koordinatı birinci x yazılar, sonra y yazılar da. X-in koordinatı 6'dır, y-ə də mənfi 4 düşür. Cavab C variantı. Bura gəlirəm. Aha, kosinüs alfa bərabərdir. Bitişik katetin petonuza nisbəti, A-nın C-yə nisbəti, tangens beta da bərabərdir. Qarşıdakı katetin bitişik katete nisbəti, A-nın B-yə nisbəti. Bunlar bir-birinə vuranda eləyəcək nə? A kvadrat bölək B-si. Bax, doğru cavabdır. Bunlar bir-birinə vuranda A kvadrat bölək B-si eləyəcək. Bu da belə. Sonra, bu yaxşı maraqlı sualdır. Kosinüs 20'ni deyir, sinüs onunla ifadə edin. Burada hansı maraqlı bir sual deyim sizə? Sinüs kvadrat alfa bərabərdir. 1 çıxaq kosinüs 2 alfa bölək 2 düsturu var. Deməli, sinüs kvadratı 10 dərəcə bərabərdir. 1 çıxaq kosinüs 20 dərəcə bölək 2 düsturuna ifadə edə bilərəm. 1 çıxaq A bölək 2. Bunu da kökə salmalıyım da sinüs 10 dərəcə. Mənfi yazanmaram. Plus minus yazılır. Niyə mənfi yazanmaram? Sinüs 11-ci rübon bucağıdır. Ona görə yazmıram. Aha, 1 minus A bölək 2 D variantı doğru cavab. Sonra gələk bura. Demək, bunlar elədim. Oturacağın perimetri verilib, yan teli verilib, düz prizmanın. İstənilən bir prizmadır. Məsələn, sadəlik üçün mən fərz edirəm bu üçbucaqlı prizmadır. Olsun da. Fərq eləmir bunu. Yan tel oturacaq müstəvisinə perpendikulardır yəni. Yan teli 9'da oturacağın perimetri P oturacaq da verilib 15'dir. Yan səthi S-yan bərabərdir. Deməli, 2'də 1 P oturacaq, buraq H düsturundan tapılır da bunun yan səthi. Yan üzləri hamısı nədir bunun? Bircə dəqiqə. P oturacaq, buraq H. Yan üzlər düzbucaqlının sahəsi bu tərəfləri vururam H-a hamısında. Ona görə belə çıxır. O da eləyir 15 vuraq 9. Cavab eləyəcək 15'i 9, 135. Tamam. İndi gələk bura. Bu da sual, məntiqi sualdır. 15 kilometr bu məntəqələr arasında məsafə var. 2 tunel arasında məsafə. Bunun tunelin birinin uzunluğu 5 metrdir, birinin uzunluğu 300 metrdir. Vagonun uzunluğu 200 metrdir. Bunların hamısını toplayacağım. Deməli 15 kilometr bu eləyir. Bu 800 metr, 200 də bu. Elədi 1000 metr. Yəni 1 kilometr bu eləyir. Üstə yerə 15 kilometr. Bu eləyəcək 16 kilometr yol. Deməli bu qatarda buradan keçməlidir. Qatar tamamilə buradan çıxmalıdır da, başa düşürsünüzmü? Tamamı çıxmalıdır buradan. Deməli bunun tamamı bu tuneldən çıxması üçün neçə dəqiqə sonra 2-cü tuneldən tamamilə çıxa bilər. Demək, neçə dəqiqə sonra çıxa bilər? Bu 16 kilometr yolu, bu sürəti də 64'dür. Deməli, zaman bərabərdir. Yol S bölək V düsturunda. 16'nın 64'ü böləcəm, 4'də 1 saat eləyir. Saat.
Bu da saatın 15 dəqiqəsidir. Amma mən saniyə ilə, mənə saniyə. Neçə dəqiqə sonra tuneldən neçə dəqiqə sonra, 15 dəqiqə sonra tuneldən tamamilə çıxacaq. Tamam. Bu da məsələnin həlli. Loqaritmaya gəlirəm. Və burada belə bir ifadə var. Hansı əgər iki əsasdan, loqaritma iki əsasdan, məsələn, k bərabərdir 3-ə. İki əsasdan k 3 olması üçün k gərək 8 olur. Deməli, bax, bu işarə elədiyim yer 8-ə bərabərdir. Bu 8-ə bərabərdirsə, mən burada loqaritma iki əsasdan x-ə t desəm, t kvadrat çıxaq 3t plus 4 çıxaq bir də 8. O da çıxaq 4 edir. Bunun kökləri nədir? -1 ilə 4'dür. Bir də loqaritm 2 əsasdan x -1 olsa, buradan x eləyir 2'də 1. Bir dəfə də loqaritma 2 əsasdan x bərabər 4 olsa, x eləyəcək 16. Deməli, 16 bıraq 2'də 1. Bu da eləyəcək 8. Deməli, məndən nəyi soruşur? Köklər hasilini soruşur. 8 eləyəcək. Aha, gələk bura. Bu bərabərsinin kökləri -1 ilə 7'dir. Ədəd oxu çəkirəm -1, 7. Ayırdım işarələri yoxlayıram. Müsbət, müsbət. -1, 7 aralığına düşür. Bu aralıqda olan tam ədədlərin cəmi. 0, düzdürmü? Sonra 1, 2, 3, 4, 5, bu da 6. Bunların toplayanda 1'dən 6'ya qədər ədədlərin cəmidir də, düz deyil. 6 bıraq 7 bölü 2 deməkdir bu. Cəmini istəyir də, düz deyilmi? Bu niyə belə yazıb bilmirəm, bu 2'ni niyə burada saxlayıb? Fikirləşib yəqin -1 alır, -1 almıraq. Bu da 21 eləyir. Cavab bu isə niyəsə 4 yazıblar bura. Mənə deyir, tam həllərin cəmini soruşur. Bax, tam həllərin cəmini tap deyir. Tamam. Bura gəldim. Burada LC 100. LC 100 bu 2'dir. Yəqin bilirsiniz, onun kvadratı 2 verir. Burada 7'nin üstünə 2 gələndə 9 eləyir. 9'dan kök 3 çıxır. Düzdür, bura 3 elədi. Deməli, bu kök qarışıq bura 3 elədi. Bax, bura. Loqaritm 3 əsasdan 3. O da 1 eləyir, 2 qalır. Deməli, 14 plus 2 mənə 16 verir. 16'dan kök qalmalıdır. 16'dan kök çıxanda da 4 eləyir. Deməli, aldım nə? Loqaritm 2 əsasdan 4. Bu da cavab 2 eləyəcək. Bunu düz yazıb yenə. Aha, gəlin bura. Katetləri 6 və 8. Bura 6 götürün bu kateti. Bu katetdə 8 götürün və bunu böyük katet ətrafında fırladanda belə bir konus alınır. Bax, belə bir konus alınır. Böyük katet alınan figurun yan səthinin sahəsi S-yan bərabərdir. Pi R L düsturu var. Pi qalır R. Oturacağın radiusu da 6'dır. Pi bıraq 6 bıraq L də yan tildir. Yəni 8 bura 6 buradırsa burada 10'dur. Cavab eləyəcək 60 pi. Sonra gəlin bura. Maraqlı suallardan biri də budur. Demək, 250 manata su filtri satılır. 250 manata satır. Onun əmək haqqısı 1000 manatdır. İndi bu hər satılan filtrə görə əlavə buna 4% bonus gəlir. Yanvar ayında 1400 manat pul alıb. Gəl gör neçədən nə satıb bu ki? 400 manat bonus alıb da, düz deyilmi? 400 manat bonus yığılıbsa, hər filtrdən nə qədər pul gəlir? 4% hesablayıram. 250'nin 4%'i. Bunu 4'ə vurup 100'ə böləndə 10 eləyəcək. Deməli 10 manat gəlir. Hər filtrdən bu 10 manat qazanır. Deməli 400 manat əlavə qazanıbsa, 400'ü 10'a böləndə 40 dənə filtr satıb. Deməli bu birinci ayda 40 filtr satılır. Fevral ayında isə bu 1560 manat qazanıb. Yəni 560 manat əlavə qazanıb. Bunu da 10'a böləndə 56 dənə filtr eləyir. Nə qədər çox filtr satıb deyir bu. 56'dan 40'ını çıxırım. 16. Deməli bu fevral ayında yanvara nisbətən 16 filtr çox satıb.
Belə. İndi gələk bura. Deməli 50 saniyə rənglini çıxardır. Ağ-qara kağız 30 saniyə çıxardır. Yarım saatda fasiləsiz 40 səhifə çap edib. Deyək ki, rənglilər olsun X, Y olsun ağ-qara. Cəmi 40 səhifə çap olunub. Birincini 50 saniyəyə çıxardır, 50x. İkinciyə vaxt sərf eləyir 30 saniyə. Və bunlara yarım saat vaxt sərf eləyir. Yarım saat neçə dəqiqə demək? Saniyə, daha doğrusu yarım saat. Saatın 2də biri saat. 2də biri eləyir 30 dəqiqə. Amma hər şey burada saniyə ilə ölçülür axı. Bir dəqiqəm də 60 elədiyinə görə 30 vuracam 60-a. Deyəcək 1800 saniyə. 1800 saniyə. Tamam, bu tənlik həll olmalıdır buradan. Ne edə bilərəm? Bunu 30'a vurub, mənfi 30'a vurub toplaya bilərəm. Mənfi 30'a vurub toplayanda eləyir 20x. Bura getdi, bura eləyir nə qədər? 1200, 1600, o da eləyəcək 600. X eləyəcək buradan 30. Deməli, X neydi? Rəngslilərdən deməli çap eləyib 30 dənə. Neçəsi rəngslidir deyir. Deməli 30 dənə rəngsli çap eləyib. 30 rəngsli çap eləyib, son dənəsi də rəngsiz çap eləyib. Yəni qaydalarla düz gəlir. Tamam mı? Növbəti sual. Maraqlı suallardan biri budur. Bu çox maraqlı sualdır. Deməli, çevrədə xaricində nöqtəsindən çevrəyə ABT oxunan çəkilib. ABT oxunan çəkilib və AD kəsən çəkilib. AD də kəsəndir. AB kökdə 5'dir. AC 1'dir. 90 dərəcədir AB və radius istəyir. Radius da burada erdir. Bunlar ikisi də erdir. Erdir. İndi mən bu şəkli qıraqda çəkirəm. Elə bilin ki, bu məsafə AB məsafəsidir. Bu nədir? Adam B-yə qədər kökdə 5'dir. Bura isə bura erdir. Tamam mı? Bu elə bil belə düzəldirəm. Lap burada düzəldəcəm bunu. Belə. Bura verib mənə nə? İndi buranı tapmalıyam da. Bura kökdə 5'dir axı. Mən eri tapmalıyam. Bura isə 1'dir. Onda bu hissə, bu qıraqda qalan hissə. Bura olacaq er çıxaq 1. Deməli, bu düzbucaqlı üçbucaqdan yaza bilərəm. Bax, erin kvadratı bərabərdir. Er çıxaq 1'in kvadratı, üstə yerə kökdə 5'in kvadratı. Buradan açsanda er kvadratlar islah olunur. Qalır 2er bərabərdir 5 plus 1, 6. Er deyəcək 3. Məndən radiusu soruşurdu, çevrənin radiusunu 3'dür. Belə. Bu sual da maraqlı suallardan biridir. Bunu nətər elədim? Bunu oxşarlığa getdim və bir də şeyə getdim. Qurma məsələsi elədim. Burada açığı deməli dənizin 2 dənə burada qayıq var. Bunlar 2 xətt boyunca hərəkət edir. Oxlar da qoyulub. Burada fikir verirsiniz. Bunların burada məsafələri var. Məsafələr nədir? A-dan D-yə 9'dur. D-dən Y-yə 12'dir. BD 20'dir. Və buradan bura qədər də 20'dir. 20 də olsun da 20. Mən bura x deyəcəm. Bura olacaq 20 çıxaq x. Çünki niyə mənə DS'ni soruşur ona görə. İndi gəl bir şey eləyək buradan. Nə etdim mən? Buranı belə düz xətlə birləşdirdim və buranı da birləşdirdim belə. 2 dənə üçbucaq alacağım mən buradan. Mən nəyə görə buranı tapmaq istəyirəm və buranı. Buranı tapmaqdan ötəri burada 9 ise burada 9'dur. Bura 12 ise burada 12'dir. Və buranı tapacağım. Bura K'dır deyək ki. K'nın elə bir şey K'dır. İndi nəyi tapmalıyam mən? Demək, K'nı tapmaqdan ötəri, bura verilib 20'dir, bura bütöv 20'dir. Bura isə 12'dir. 20'dir, 12'dir. Onda bura 16 eləyir. Deməli, K eləyəcək 7. Tamam mı? Bundan belə qutardım. Bu işi belə gördüm. Mənə lazım idi buranı tapmaq. Burada 16 oldu.
Tamam mı? Burada 9 oldu. Burada x oldu. Burada 20 çıxar x oldu. Demek neye nisbət yazacağım? 16'nın 9'a nisbəti beraber. Bu üst budaqlar oxşardır. Beraberdir. 20 çıxar x'in x'e nisbətine. Buradan həll edirəm. 16x beraberdir. 80 çıxar 9x. Buradan 25x beraber 180. X eləyəcək deməli 7,2. Deməli bu məsafə 7,2 imiş. Bu belə. Növbəti sual. Bu sual da maraqlı sualdır. Kifayət qədər həm də biraz vaxt aparan sualdır. Açığı deyim sizə. Demək bir istiqamətli biletlər, tək istiqamətli biletlər var. Bir də gediş-gəliş biletləri var. Bir istiqamətli bilet 150 manatdır. 150 manat. Geliş-gəliş biletləri 180 manatdır. Demək bura 150 manatdır. Burada isə 180 manatdır. Bunlar satılan biletlərin sayıdır. Hər iki növ biletdən ən azı biri satılıb. Yəni alan var ondan. Ödəklərin ümumi məbləğ eynidir. Eyni nə deməkdir? ASF deməli hər iki növ biletdən ASF deməli ödədiyi bilet. Yəni 150 vuraq 18 çıxar x bunu ödəyib. Üstə gələk 180 vuraq x qədər bunu ödəyib. Bu bərabərdir. Bu birisinin ödədiklərinə. Yəni 150 vuraq x plus 4. Üstə gələk 180 vuraq 15 çıxaq x-ə. Bu tənlik həll olunmalıdır. Mən bu tənliyi indi burada həll edeyim. Bir dəqiqə. %50 vuraq 18. 150'ni 18'e vuranda 2700 bölür. Çıxaq 150x. Üstə gələk 180x bərabərdir 150x. Üstə gələk bunu vuranda 4600. Üstə gələk bu da eləyir 2700. Çıxaq 180x. Deməli bu 2700 hər iki tərəfdə var müsbətdir. Buradan eləyir 30x. Burada da mənfi 30x bu üzə keçirəndə müsbət eləyəcək. Bərabərdir. Var cəmsi 600 qaldı. Buradan 60x bərabərdir 600'ə. X bərabərdir 10'a. Deməli x 10'dur. Ne deməkdir x 10? Məndən soruşur Nurayın aldığı tək istiqaməti biletlərinin sayı. Bax bundan söhbət gedir. Bax 10 plus 4. Deməli 14 dənə bu tək istiqamətli bilet alıb. Fikrim çatdı mı? 14 dənə tək istiqamətli bilet alıb. Bu da 14 eləyir 4 yazanda. Bu da 10 eləyir. Yox bu da 8 eləyir bağışlayın. Burada da 5 eləyir. Tamam. Növbəti sual belədir. Demək, qaydalarını yazdım, amma tənliyi tam sərliyini başa gətirmədim. Demək, bir dənə 50 qəpiklik yazır. 50 qəpiklik. Sonra 2 dənə 20 qəpiklik hesablayır. Sonra 3 dənə də 30 qəpiklik, 10 qəpiklik bağışlayın. Bu elədi 50 qəpik, bu elədi 40 qəpik, bu da elədi 30 qəpik. Cəmsi veriblər buna 120 qəpik. 1 manat 20 qəpik yəni. 1,2. İndi hər növbəti gün deyir, daxlatdığı hər növ qəpiyin sayını əvvəlki günə nəzərən bir ədəd artırır. Sadəcə ola bir ədəd artırır. Bax, bir ədəd bura artırsam plus 1. Burada plus 1, burada plus 1. Bu 50 qəpik eləyir, bu 20 qəpik eləyir, bu da 30 qəpik eləyir. Elə deyilmi? Hə, bu 10 qəpikdir, bağışlayın, bu 10 qəpikdir. Bu 20 qəpikdir, bu 10 qəpik. Deməli, cəmi elədi burada 80 qəpik. Deməli, hər gün 80 qəpik bu artırır. Yəni, 1,2 idi, üstə gəldim 80 qəpik, gələndə 2 manat elədi. Sonra eləyəcək 2,8 və s. Üstə gələk. Eninci gün bilmirəm neçə gündən sonrasa bu eləməlidir 48 manat. Demək, bu tənlik həll olunub, buradan x tapılmalıdır. Neçə gündən sonra? X'in günü burada müəyyən olunur. Deməli, daha doğrusu burada say müəyyən olmalıdır. N bərabərdir. Düsturu belədir də. AN çıxaq A1 bölək D. Üstə gələk 1 bərabərdir. AN'im
X'dir. Çıxaq A1'in 1,2'dir. D də 0,8'dir plus 1. Və buradan tapacaqsınız bunu. Bu da silsilənin cəmi düsturudur. Sn cəmidir. Sn bərabərdir. A1 plus AN bölü 2 vuraq n bərabərdir. A1'im. Deməli A1'in neçədir? 1,2 üstü AN'im x'dir bölü 2 vuraq n də buradan tapılacaq. Buradan hesablasam bu delir x minus 0,4 bölü 2. Bu deyəcək vuraq x minus 0,4 bölü 2. Bu bərabərdir 48'e. Bu belə həll olunmalıdır. Burada 2'dir, burada 0,8'dir. Böyle 0,8. Buradan vursam 1,2 plus x vuraq. X çıxaq 0,4 bərabərdir. 48 vuraq. Buna vuranda eləyəcək 1,6. Buradan bu x tapılmalıdır. X'i həll edib tapıb yerinə yazılmalıdır. Demək bu tənliyin həllinin biri x bərabər 8,4'dür. Bir də x bərabərdir -9,2'dir. Amma bizə x deməli 8,4 verir. Deməli buradan nə alınacaq? Neçə gündən sonra x'i gətirib burada yerinə yazacağım. N var idi də bizdə. N bərabərdir 8,4 çıxaq 0,4 bölü 0,8. Bunu yazanda 8 bölü 0,8. 8'lerim ixtisar geçsə 8'e vururum. Deməli 10 dənə eləyir də. Deməli bu da bərabər də 10 eləyəcək. Tamam mı? Deməli 10 gündən sonra bu olacaq neçə manat? 48 manat. Uğurlar arzulayıram. İnşallah ki nə sualınız olsa, nə bir sözünüz olsa mənə yaza bilərsiniz. Mənim nömrəm 050 377 80 09'dur. İnşallah uğurlar hər bir tələbəyə, şagirdə uğurlar.